Əsrlər kərvanı gedib. İmam Hüseynin bir qızı qalıb çöldə, xanım Zeynəbin də qolu bağlı, fəryad eləyir, uşaq qaldı, uşaq da qalıb çöldə. Baxdı, gördü, hamı gedib qalıb tək. Sağa sola neçə yol əmmə səslədi, qaçdı. Deyib, bibisini çağırır, bibi çağıra gəzir səhranı. Üzün dolandırdı Şamın yoluna, bibi, heç tutaq ki, qardaşın qızı deyiləm. Axı, Mədinədən Kərbəlaya can yol yoldaş olmuşuq, bəs məni niyə qoydun burada getdim? Sonra bacı neyniyər, dərdi olanda qardaşına sığınar. Bir Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Bibi, gəlmişdim olam qafiləyi qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında. Zülfü ağ idi, məcəri qara, üzü nili, dəymişdi bu biçarəyə də mən kimisili. Pəhlusinə qoymuşdu əlin əşkinələrdi, əlin qoymuşdu bölünün üstünə, qaburğasının üstünə əşkinələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi, odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşamadı ilan tanıdım Suzi dilindən, bildim ki, nənəm Fatimədir, öpdüm əlindən. Ondan sonra deyib, bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir kəs nənəm gəldi, mənim dadıma yetdi, zəcrin səsini aldı, o da bilməm hara getdi. Deyir, zəcr gəldi məni qamçı ilə döyəndə, o da getdi, qaldım tək. Zəcr gəldi, deyir, qamçı ilə döyə-döyə aparır bu uşağı. Özü ata minib, bu da yanı ilə gəlir. Xanım Zeynəb qollarını açdı ki, qızım gəl, haradaydın, dedi, yox, küsmüşəm bibi səndən. Məni çöldə qoyub hara getdin? Burada bibisindən girəyləndi, amma Şamın xərabəsində atasının başını ziyarət eləyəndə dedi, atacan, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç xəcalətimdən üzünə baxa bilmirəm. O uşağın o balaca ürəyi dözmədi, qəlbi dözmədi. Şamın xərabəsində dünyadan köçdü, bilirsiniz də təkrar eləmirəm, apardılar, dəfn elədilər. Mən bunu danışmışam, deyir, hamı ağlayırdı, xanım Ümmü Gülsüm lap çox ağlayırdı. Xanım Zeynəb ona aram eləyir, deyir, bacı ağlama, narahat olma, deyir, bacı bilirsən məni yandıran nə idi? Həmin dünyadan köçdüyü gecə bu qız gəldi, mənə dedi ki, bibi, mən acam. Dedim, qızım, xərabədə yemək qalmayıb. Dedi, su var, bir içim su içim, dedim ki, su da qalmayıb, səhəri gözləyək. Deyir, o da atası kimi aç susuz dünyadan köçdü, məni yandıran budur.